ötən ilin noyabr ayının 27-sində işğaldan azad olunmuş ərazilərdə torpaq idarə etməsinə aydınlıq gətirən bir fərman qəbul olundu. İşğaldan azad olunan ərazilərdə sakinlərin torpaqdan istifadəsi necə tənzimlənir? Kənd ətrafında olan, kəndə daha yaxın və dövlət tərəfindən müvafiq infrastruktura gətirilmiş torpaqların həmin kənddə məskunlaşmış əhaliyə icarəyə verilməsi nəzərdə tutulur. Start götürən bu prosesdə əsas şərt və qaydalar nədən ibarətdir? 1 mart, 31 mart aralığı vətəndaşlardan elektron kənd təsərrüfatı informasiya sistemi vasitəsilə müraciətlərin qəbuluna başlanıldı və bu qəbul prosesinin ətraflı, izahlı Ağalı kəndində nümayiş etdirildi fermerlərə. Real TV-də zəhmətkeşlərin verilişi, fermerin real dostu başladı. Qeyd edeyim ki, bu layihəmiz Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin dəstəyi ilə təqdim olunur. Bugün də siz zəhmətkeşlər üçün maraqlı, həm də faydalı bir mövzumuz var. Bəli, verilişimiz davam edir. Fermerin real dostuna baxırsınız, dəyərli əziz zəhmətkeşlər və hörmətli tamaşaçılar. Bugün çox maraqlı bir mövzuya toxunacağıq. Əvvəlcə onu qeyd edeyim ki, Vətən müharibəsindən sonraki dönəmdə Qarabağda ən böyük fəaliyyət istiqamətlərindən biri təbii ki, bu ərazilərə kənd təsərrüfatının qayıtması idi ki, bununla bağlı da dövlət siyasəti və dövlət siyasətini icra edən Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ciddi işlər həyata keçirilməkdədir. İşğaldan azad edilmiş rayonlarda torpaqların istifadəyə verilməsi prosesinə də artıq başlanılıb. Çox böyük bir xəbərdir bu xəbər. Və bu və digər məsələlərlə bağlı qonağım var. Biz indi hal-hazırda bu məsələni müzakirə edəcəyik. Qonağım Kənd Təsərrüfatı Nazirliyinin torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firidun Tağıyevdir. Firidun müəllim, mən sizi salamlayıram. Fermerlərin görüşünə xoş gəlmisiniz. Xoş gördünüz zaman. Firidun müəllim, qeyd etdiyim kimi, bax bu işğaldan azad olunmuş ərazilərdə torpaqdan istifadə, torpağın daha doğrusu idarə edilməsinlə bağlı işlər artıq başlayıb. Bu istiqamət hansı istiqamətdir? Bu istiqamət necə davam etdirilir? Eyni zamanda nə yeniliklər var? İstərdim ki, söhbətimizə buradan başlayaq. Buyurun. Çox sağ olun Rüstəm müəllim dəvət üçün. İlk öncə onu qeyd edeyim ki, siz çox gözəl giriş verdiniz. Vətən müharibəsi və 44 günlük müharibədən sonra bildiyiniz kimi işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri çox sürətlə davam etməkdədir. Və bu prosesdə kənd təsərrüfatı sektoru olaraq, biz də həmin sektoru, belə deyək, sektorda siyasət yürüdən qurum olaraq kənd təsərrüfatı fəaliyyətlərinin bərpası ilə bağlı müvafiq tədbirləri mütəmadi olaraq aparmışıq. Hətta bu studiyadan da orada gələcəkdə torpaq idarə etməsinin necə olacaq anonslarını da dəfələrlə vermişdik. Bərabər danışmışıq bu. Bəli, çox xoş haldır ki, artıq biz onun real praktiki tərəfini danışırıq bugün. Bildiyiniz kimi, ötən ilin noyabr ayının 27-sində Möhtərəm Cənab Prezident tərəfindən işğaldan azad olunmuş ərazilərdə torpaq idarə etməsinə aydınlıq gətirən bir belə deyək, fərman qəbul olundu və bununla bağlı da əsas iki istiqamətdə, belə deyək, torpaqların icarəyə verilməsi nəzərdə tutulur. Birinci istiqamət təbii ki, bizim də prioritetlərimizi özündə əks etdirən, orada məskunlaşan əhalidir. Bu məskunlaşma prosesinə paralel olaraq kənd ətrafında olan, kəndə daha yaxın və dövlət tərəfindən müvafiq infrastruktura gətirilmiş torpaqların həmin kənddə məskunlaşmış əhaliyə, belə deyək, müəyyən şərtlər daxilində icarəyə verilməsi nəzərdə tutulur. Bunun belə deyək, mütərəqqi tərəfi ondan ibarətdir ki, kənd təsərrüfatı ilə məşğul olmaq istəyən subyektlərin hər biri müraciət üçün belə deyək, müraciət imkanları var. Hər bir ailəni təmsil edən bir şəxs müraciət edəcək və ona bir parsel torpaq nəzərdə tutulur. Bir parseldə oradakı planlamaya əsasən 5 hektardan az olmayan torpaq sahəsidir və bu parselin üstünlüyü ondan ibarətdir ki, bu müvafiq infrastruktura gətirilmiş. Hansı ki, müvafiq infrastruktur dedikdə, nə deməkdir bu? Burada suvarma sistemi ilə təchiz edilmiş, yəni təzyiqli su ilə təchiz edilmiş, təsərrüfatlar arası da demək, parsellər arası təsərrüfat yolu ilə təchiz edilmiş və istifadəçi üçün münbit bir şərait yaradılmış torpaq sahəsindən söhbət gedir. Bu istiqamətdə fərmandan irəli gələn tapşırıqlar əsasında bildiyiniz kimi Nazirlər Kabineti tərəfindən də dekabr ayının 28-də
qaydalar təsdiq olundu. O qaydalarda tam dəqiqliklə əks olunub torpaqların həm verilmə qaydası, həm də bütün sakinlər üçün maraqlı olan tərəfi ondan ibarətdir ki, orada məskunlaşan əhali bilməlidir ki, işğaldan azad olunmuş ərazilərdə məskunlaşmış əhaliyə verilən torpaqlar, torpaq icarəsi müvafiq qərarla sıfıra bərabər qəbul olunub. Yəni ki, hər hansı bir ödəniş tələb olunmur. Bəli, orada artıq heç bir ödəniş etmədən onlar və dövlət tərəfindən müvafiq infrastruktura gətirilib, onlara belə deyək, icarə əsaslı verilən torpaq sahəsindən yalnız müvafiq şərtlər daxilində istifadə edə biləcəklər. Bu şərtlər, əsas şərt ondan ibarətdir ki, mütləq şəkildə idarə olunan suvarma sistemləri olmalıdır. Çünki artıq oradakı qurulmuş infrastruktur buna imkan verir. Və onlar əlavə xərc çəkmədən sadəcə o suvarma sistemlərinin sadə bir hissəsini deyək də, nasosxana qurmadan, əlavə xərcləri çəkmədən təzyiqli su olduğuna görə idarə olunan suvarma sisteminin özünə alıb və orada da bilirsiniz dövlət güzəştləri var. Bəli, onu alıb, həmin güzəştlər belə deyək, həmin fermerlər üçün də aktualdır. Tətbiq edərək öz kənd təsərrüfatı fəaliyyətlərinə başlaya biləcəklər. Təbii ki, kənd təsərrüfatı fəaliyyətlərini biz zamanla peşəkar bir belə deyək, mövqeyə daşımaq üçün bunları monitorinqlər edəcəyik. Orada tövsiyə olunan bitkilər var, o tövsiyə olunan bitkilərin əkilməsi tələb olunur. Çünki məqsəd burada 5 hektarlıq bir sahədən rentabel, yəni gəlirli bir təsərrüfatçılığın qurulmasıdır. Və buna görə də tövsiyə olunan bitkilərin əkilməsi məsləhət görülür, belə deyək, torpaq seçənlərə. Eyni zamanda digər bitkilər də əkiləcəksə, bu Kənd Təsərrüfatı Nazirliyi ilə, yəni icarəçi ilə, belə desək, razılaşdırılmış, daha doğrusu icarəyə verənlə razılaşdırılmış şəkildə olmalıdır. Bunlar bizim həm də bir monitoring planının bir hissəsidir. Çünki həmin sahələrdə bir illik bitkilərdə biz ilkin 2 il, ardınca 3 il artırılmaqla verəcəyik. Çox illik əkinlərdə isə 5 il, ardınca belə deyək, 15 il artırılmaqla icarəyə verilməsi nəzərdə tutulub. Bunun üçün də təbii ki, belə deyək, elan da verilib. Artıq bildiyiniz kimi pilot olaraq bu istiqamətdə Ağalı kəndi seçilib. Belə deyək, bu barədə də ətraflı məlumat verəcəyik. Bəli. Çox gözəl hadisədir bu həqiqətən. Bu artıq həm də belə deyək də Qarabağa, işğaldan azad olunmuş ərazilərə qayıdan bizim o sakinlərimiz, həmvətənlərimiz üçün həm də orada məşğulluq deməkdir. Öz dədə-baba yurdlarında ənənəvi, yəni keçmişdən bu tərəfə məşğuliyyətlərinin bərpası deməkdir. Bunun həm də mənəvi tərəfi var. Düzdürmü Firdun müəllim? Bax, bu yanaşma həm də konsepsiya özündə vacib xüsusiyyətləri birləşdirir. İstəyərdim ki, bunun töhfələrindən də danışaq. Gözləntilər nədən ibarətdir? Bunun töhfəsi nə olacaq Firdun müəllim? Bəli, çox doğru buyurursunuz. Bu konsepsiya niyə qəbul olundu və burada belə deyək, benefitlər nələrdir? Onlar barədə qısa məlumat vermək istəyərdim Musa müəllim. Bildiyiniz kimi bu işğaldan azad olunmuş ərazilərdə torpaq idarə etməsinin tətbiqinə dair uzun müddətli bir dövr ərzində araşdırma aparılmışdır. Bu, Azərbaycan Respublikası Prezidenti administrasiyasında yaradılmış komissiyanın rəhbərliyi ilə həyata keçirilib proses. Kənd Təsərrüfatı Nazirliyi, o cümlədən aidiyyəti dövlət qurumları bu komissiyada təmsil olunub. Komissiyanın işi çox şaxəli idi. Həm belə deyək, öncəki islahatın nəticələri təhlil olundu bu dövr ərzində. Eyni zamanda mütərəqqi tərəfləri və zəif cəhətləri də araşdırıldı. Burada bizim üçün belə deyək, əsas sual ondan ibarət idi ki, kənd təsərrüfatında rentabellik əldə etmək üçün işğaldan azad olunmuş ərazilərdə bizdə belə bir mühit, belə bir imkan var ki, bugün torpaqları parçalanmadan, yəni kiçik hissələrə parçalanmadan idarə etmə sistemini tətbiq edək. Və bununla bağlı dünya təcrübəsini də öyrənildi və bir neçə ölkəyə səfər də olundu, yerində həmin torpaq idarə etmə üsulları ilə belə deyək, tanışlıq oldu, araşdırmalar aparıldı və bu konsepsiyaya gəlindi. Bu konsepsiyanın üstünlüyü əsas ondan ibarətdir ki, burada torpaqlar minimum 5 hektarlıq sahələrdədir. Və bu 5 hektarlıq sahəni doğru, rentabelli, belə deyək, tövsiyə olunan əkinlərlə əkdikdə rentabelli təsərrüfatçılıq və gəlirli bir təsərrüfatçılıq fəaliyyətini yürütmək mümkündür.
qənaətinə gəlindi və Bu isə həm fermerə, həm də ölkəmizə xeyirdir. təbii ki, Sadə çünki bir məşğulluq varsa, o məşğulluq sonda həmin ailənin sosial vəziyyətinə, onların sosial yaşamına təsir etməlidir. Bununla yanaşı da ölkədə iqtisadi duruma öz töhfəsini verməlidir, kənd təsərrüfatının məhsullarının istehsalı baxımından. Və bu aspektlər nəzərə alınaraq bir növ ilkin bu konsepsiyanı biz ilkin konsolidasiya da adlandıra bilərik. Yəni parçalanmaya getmədən artıq infrastruktura gətirilmiş torpaq sahəsinin istifadəçiyə təklif edilməsi. Təbii ki, bu özü də indiki məqamda bu konsepsiyanın tətbiq olunması da zamanla yəni bir dəyişimə açıqdır. O deməkdir ki, bu test bir modeldir. Bu model zamanla belə deyək monitorinq olunacaq, nəticələrinə baxılacaq və qarşıda bunun modifikasiya olunması da gözlənilir. Ancaq bu təbii ki, belə deyək, bu prosesin necə getməyinə bağlıdır və monitorinqlərin nəticəsinə bağlıdır. Və burada əsas olan odur ki, torpağı götürüb istifadə etmək istəyən şəxslər, söhbət məskunlaşmış əhalidən gedir. Onlar bu kənd təsərrüfatı fəaliyyətini istəyərək, yəni bu fəaliyyətlə peşəkarcasına davranaraq, peşəkarcasına məşğul olmaq istəyən şəxslər olsun və onlar qoyulan tələblərə, monitorinq tələblərinə və öhdəliklərə əməl etmiş olsunlar ki, yekunda biz kənd təsərrüfatı sektoru üçün həmin torpaq sahələrindən gözlənilən nəticələri əldə edə bilək. Çox vacib əslində vurğuladınız. Bunu altından xətt çəkmək lazımdır. Peşəkar, sözün əsl mənasında torpağa belə deyək də sahib çıxan və o torpaqdan nə istədiyini bilən insanlar, fermerlər, təsərrüfatçılar bu işlə daha çox məşğul olsa, nəticədə yekunda daha çox həm də gəlir əldə etmiş olar həm özü, həm də dediyim kimi ölkəmiz və dövlətimiz. Biraz əvvəl də qeyd elədim girişdə, indi də siz vurğuladınız. Biz bu prosesə, daha doğrusu siz bu prosesə artıq mart ayının 1-dən başladınız. Pilot layihə kimi, pilot deməyək, hətta yəni start verildi və bütün ictimaiyyət bununla bağlı məlumatlandırıldı, informasiya verildi. Ağalıda, bax, hal-hazırda biz Ağalının da kadrlarını görürük. Zəngilan rayonunun Ağalı kəndində bu proses start götürdü. Qaydalar necədir, şərtlər necədir, müddət nə vaxta qədərdir? Fermerlər və yəni yerli sakinlər hara, necə müraciət eləsinlər, Firdun müəllim? Bəli, Ustam müəllim, siz də qeyd etdiyiniz kimi biz işğaldan azad olunmuş ərazilərin pioner kəndi hesab olunan Ağalıdan başladıq. Bu da heç təsadüfi deyil. Çünki Ağalı artıq bir neçə ildir məskunlaşma həyata keçirilmiş, müvafiq belə deyək bir situasiya, bir vəziyyət formalaşmış ərazidir. Və həmin sahə üzərində də biz bir müddətdir ki, biz hardasa yay aylarından bəri müvafiq infrastruktur işlərinin görülməsinə başlanmışdı. Və o infrastruktur işləri hələ davam etdirilir bugün də və artıq ilkin bizdə infrastruktura gətirilmiş torpaq sahələrini biz kənd əhalisinə təklif etməyə hazır gördük. Bununla bağlı 1 mart, 31 mart aralığı vətəndaşlardan elektron kənd təsərrüfatı informasiya sistemi vasitəsilə müraciətlərin qəbuluna başlanıldı və bu qəbul prosesinin ətraflı, izahlı Kənd Təsərrüfatı Nazirliyinin aidiyyəti mütəxəssisləri tərəfindən rəhbər heyətdə olmaqla Ağalı kəndində nümayiş etdirildi fermerlərə. Onlarla görüşdə təşkil olundu. Bu görüşlər hər gün xüsusi nümayəndəliklərlə də koordinasiya olunur. Xüsusən də Qubadlı, Zəngilan və Cəbrayıl xüsusi nümayəndəliyinin nümayəndələri ilə. Məsələ odur ki, burada istəyə ondan ibarətdir ki, Ağalı kəndində məskunlaşmış əhali hər bir məsələdən xəbərdar olsun, onlar vaxtında müraciətlərini etmiş olsunlar. Hazırda bizim həmin ərazidə 110 hektarlıq bir sahəni hazır görürük. Təbii ki, bunun davamı da olacaq. Bu 110 hektarlıq sahəni ilkin parselləşdirilmiş sahəmizdir. Bu parselləşdirilmiş sahəyə görə alınan müraciətlərin təhlili təbii ki, 31 martdan sonra aparılacaq. Qeyd edim ki, indiki göstəricilər göstərir ki, tələbat çoxdur. Yəni, tələb təklifi artıq üstələməyə başlayıb. Və belə olduğu təqdirdə qaydalarda da əks olunduğu kimi
nəzərdə tutulan ondan ibarətdir ki, bir 5 hektarlıq torpaq parseli kooperativləşmiş, yəni bir neçə müraciətçiyə təklif olunsun. Təbii ki, bunların sonuncu bizim 31 martdan sonra elektron kənd təsərrüfatı informasiya sistemində qeydiyyatdan keçmiş fermerlərin təhlilindən sonra daha dəqiq məlumat vermiş olacaq. Yeri gəlmişkən müraciətlər ECTIS, yəni elektron kənd təsərrüfatı informasiya sistemi üzərindən aparılır, düzdürmü? Bəli. Bildiyiniz kimi Kənd Təsərrüfatı Nazirliyi 2020-ci ildən etibarən bütün subsidiya dəstəklərini elektron kənd təsərrüfatı informasiya sistemi vasitəsilə həyata keçirilir. Bu artıq fermerlərlə Kənd Təsərrüfatı Nazirliyi, yəni idarə edicilər arasında bir vahid platformadır. Və bu platformanın da üstünlüyü ondan ibarətdir ki, burada fermerlər heç bir təmas olmadan öz əkin bəyanlarını edərək müvafiq monitorinqlərdən keçdikdən sonra öz hesablarına dövlət subsidiyalarını əldə edə bilirlər tam şəffaf platformada. Çox gözəl. 1 martdan başlayan bu, belə deyək də, marafon Ağalı kənd sakinləri üçün martın 31-də başa çatacaq. Bunu bir daha xatırladaq. Bizə baxanlar da qoy bilsin. Həmin dövrə qədər elektron kənd təsərrüfatı informasiya sisteminə daxil olmaq lazımdır. Orada prosedurla bağlı yerlərdə, xüsusən də Ağalıda, hələ ki Ağalıdadır. Təbii ki, digər azad olunmuş ərazilərdə də bu tətbiq olunacaq zaman-zaman. Lazım olan prosedurdan keçirsiniz və artıq öz, belə deyək də, torpağınızda əkib becərirsiniz və təsərrüfatla məşğul olursunuz. Düzdürmü Firdun müəllim? Bəli, tamamilə doğrudur. Mən bir məlumat da vermək istəyirəm. Bildiyiniz kimi Zəngilan rayon Dövlət Aqrar İnkişaf Mərkəzi Ağalı kəndində yerləşir. Bu da Ağalı kəndi üçün bir fürsətdir, kənd əhalisi üçün. Onlar Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşlarından yararlana bilərlər bu müraciət mərhələsində və onlara da müvafiq təlimlər keçirilmişdir müraciətlərin edilməsinə dair. Yəni istənilən halda heç bir çətinlik yoxdur. Müraciətlə bağlı hər hansı bir sual yaranarsa, istər bizim mərkəzi aparatdan buradan dəstək göstərilə bilir, istər bizim yerli qurumlardan. İndiyədək də hər hansı bir problemin yaşanması barədə müraciət daxil olmayıb və müraciətdə günbəgün artmaqdadır. Görsənən odur ki, proses öz axarında gedir. Qeyd edim ki, müraciət forması özü də olduqca sadədir. Orada girib, qeyd etdiyimiz kimi, elektron hökumət portalı vasitəsilə elektron kənd təsərrüfatı informasiya sisteminə keçid edirlər və buradan şəxsi kabinetini yaradaraq müraciət edə bilirlər. Çox gözəl. Biz inanırıq ki, çox qısa zamanda nəinki Ağalı sakinləri, digər də artıq ərazilərimizə azad olunan torpaqlarımıza qayıdan həmvətənlərimiz üçün də bu sistem olacaq. Bu proses növbəlidir. Biz bunu təbii ki, anlamalıyıq, başa düşməliyik. Birincisi, burada yenidən qurma işləri, torpaqların 30 ildən sonra azad olunan torpaqlarımıza həyatın qayıtması, infrastrukturun yaradılması, orada insanların məskunlaşmasından sonraki mərhələdə yəni sual yarana bilər ki, niyə məhz Ağalı? Təbii ki, orada artıq əhalimiz yaşayır. Bu, gördüyünüz kimi, orada həyat qayıdıb və həyatın qayıdışından sonra təbii ki, kənd təsərrüfatının da bərpa olunması əsas prioritet, vacib istiqamətlərdən biridir ki, biz bunu növbəti rayonlarımızda da tezliklə elə xəbəri bu verilişimizdə sizdən almağı gözləyirik Firdun müəllim. Bu prosesin davamı necə olacaq? İstəyərdim ki, bununla bağlı yeri gəlmişkən hansı qarşıdakı aylar, günlər bununla bağlı istəyərdim danışaq. Bir də bu investisiya müsabiqəsi deyilən bir məsələ var. İnformasiyalar gəzir, müəyyən informasiyalar var, müəyyən məlumatlar var. Daha detallı, daha izahlı sizdən eşidək. Bəli, mən qeyd edədiyim kimi bu Ağalı kəndi bir başlanğıcdır bizdə. Biz, belə deyək, Ağalının ardınca bildiyiniz kimi 2026-cı ilə qədər 40-dan çox kənddə məskunlaşma nəzərdə tutulub. Artıq o kəndlərin, belə deyək, təhlilinə başlamışıq Kənd Təsərrüfatı Nazirliyi olaraq. Bununla bağlı da yeni Azərbaycan Respublikası Prezidenti Administrasiyasının nəzarətində bir komissiya yaradılıb. O komissiyada Kənd Təsərrüfatı Nazirliyi də təmsil olunur və əsas aparıcı qurum kimi seçilib. Həmin kəndlərin hər birinə individual yanaşma var. Bununla bağlı artıq bizim mütəxəssislər yerlərə ezam olunmuşdur. Ezam nəticələri kameralı şəraitdə müzakirələr aparılır. Hər kənddə hansı kənd təsərrüfatı fəaliyyətlərini daha, belə deyək, qabarıq şəkildə göstərə bilərik və bunu daha tez şəkildə necə məskunlaşan əhaliyə əlçatan edə bilərik. Bu istiqamətdə təbii ki, təhlillərimiz yekunlaşdıqca müvafiq infrastruktur layihələrinin
həyata keçirilməsi üçün aidiyyəti qurumlara göndərilməsi təmin olunacaq və bu ardıcıllıqla da infrastruktur qurulduqdan sonra eyni qaydaların tələbi ilə, yəni belə deyək, Ağalıda tətbiq olunan proses digər kəndlərdə də nəzərdə tutulacaqdır. Elə kəndlər var ki, burada artıq əkinçilik fəaliyyətləri olmayacaq, çünki əkin yerləri olmayan kəndlərimiz də olacaq. Burada artıq biz heyvandarlıq istiqamətli. Bəli, təbii. Bəli, heyvandarlıq istiqamətli kənd təsərrüfatı fəaliyyətlərinin bərpası həmin əhaliyə necə dəstək ola bilərik? Eyni zamanda burada dövlət dəstəklərini də nəzərdə tuturuq. İşğaldan azad olunmuş ərazilərdə bugün nəzərdə tutulan planlı və riskləri öncədən görülən kənd təsərrüfatı fəaliyyətlərinin qurulmasıdır. Çox gözəl. Digər məsələ ilə bağlı bildirim ki, bəli, möhtərəm Cənab Prezidentin həmin fərmanı ilə eyni zamanda investisiya müsabiqəsi qaydaları da təsdiq olundu. Bu, işğaldan azad olunmuş ərazilərdə sahibkarlıq fəaliyyətinin tənzimlənməsini həyata keçirəcək kənd təsərrüfatı sahəsində. Bu, təbii ki, nəzərdə tutulan ondan ibarətdir ki, kəndlərin inzibati sərhədləri daxilində kənddən daha uzaqda yerləşən, yəni kənd əhalisi üçün əlverişli olmayan, kənddən daha uzaqda yerləşən torpaqların belə deyək, bir hissəsi eyni qaydada infrastruktura gətirilərək sahə başına qədər dövlət tərəfindən su, elektrik və digər infrastruktur həlləri aparılaraq müvafiq investisiya müsabiqəsinə çıxarılsın. Burada investisiya müsabiqəsinə layihələr çıxarılacaq. Bu layihələrlə bağlı müraciətlər, indiyə qədər olunmuş müraciətlər var. Məsələn, 1000-dən çox müraciətlər Kənd Təsərrüfatı Nazirliyinə olunub. Yəqin ki, onlara baxılacaq. Bəli, bəli. Həmin müraciətçilərə öncədən xəbərdarlıq olunacaq ki, artıq investisiya müsabiqəsinə onların müraciət etdiyi sahə üzrə torpaqlar çıxarılır və layihəsinin, yəni layihələrinin, biznes planlarının, belə deyək, həmin qaydalarda təsdiq olunmuş qaydaları bir daha diqqətlə oxumaları tövsiyə olunur. Fərmanla təsdiq olunmuş və bu publikaya açıqdır. Orada təsdiq olunmuş qaydada öz biznes planlarını hazır edərək investisiya müsabiqəsinə müraciət etmələri, belə deyək, tövsiyə olunandır. Burada da Kənd Təsərrüfatı Nazirliyi o cümlədən aidiyyəti dövlət qurumlarından ibarət komissiya baxacaq həmin layihələrə. Komissiyanın rəhbəri Kənd Təsərrüfatı Nazirinin müavinidir. Aidiyyəti qurumlardan da üzvlər var. Və bu üzvlərin yekdil rəyi əsasında layihələrin qiymətləndirilməsi həyata keçiriləcək. Bu tam, belə deyək, şəffaf və belə deyək, layihələrin kimdən gəldiyi bilinmədən qapalı zərf vasitəsilə həyata keçiriləcək. Və layihələr qiymətləndirildikdən sonra Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi ixtisaslaşma qaydalarına uyğun olaraq, çünki burada layihəyə o seçim verilmir ki, mən filan yerdə torpaq istəyirəm, oradan əldə edərəm. Yəni, o bizim ixtisaslaşmamıza uyğun olaraq həmin layihənin tələbinə uyğun torpaq sahəsinin ayrılması təmin olunacaqdır. Çox gözəl. Sonra da artıq, belə deyək də, həmin sahibkarlar ki, bununla bağlı müraciət edirlər, öz işlərini qısa müddətdə orada reallaşdıra biləcəklər. Bəli, tamamilə doğrudur. Həm əkinçilik istiqaməti, həm də heyvandarlıq. Əkinçilik, heyvandarlıq, əkinçiliyin müxtəlif növləri, hətta burada niş bazara xidmət edən gülçülük, dekorativ bitkiçilik və s. bu kimi layihələrdə dəyərləndiriləcəkdir. Çox gözəl. Biz ən qısa zamanda təbii ki, bu investisiya müsabiqəsinin də elanlarını ictimaiyyətə, elə fermerin real dostunda çatdırmağı düşünürük. Kənd Təsərrüfatı Nazirliyi olaraq və şəxsiniz olaraq biz mütəmadi olaraq sizin kütləvi informasiya vasitələrində müsahibələrinizi görürük, izləyirik və bununla bağlı da təbii ki, ictimaiyyətin məlumatlandırılması ən vacib istiqamətlərdən biridir deyə düşünürük və çox sağ olun ki, məlumat verirsiniz. Elə bizim fermerin real dostunda da bugün düşünürəm ki, ən vacib məlumatları və açıqlamaları etdiniz Firidun müəllim. Mən sizə minnətdaram, çox sağ olun ki, gəldiniz. Təşəkkür edirik Ruslan müəllim. Mən də düşünürəm ki, fermerin real dostunda real olmaq lazımdır, real məlumatlar vermək lazımdır və maksimum buna çalışırıq. Çox sağ olun. Uğurlar sizə. Sağ olun. Dəyərli dostlar, hörmətli tamaşaçılar, əziz zəhmətkeşlər, Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadəyə Nəzarət Şöbəsi Müdürü Firidun Tağıyevlə danışırdıq. Biz azad olunmuş ərazilərdə torpaq idarə etməsi mövzusundan söhbət açırdıq. Ağalıda artıq tətbiq olunan bu idarə etmə üsulu mart ayının 1-dən 31-nə qədər tətbiq olunur və o torpaqlarda çox qısa zamanda biz kənd əhalisinin, sakinlərin öz torpaqlarında əkib becərdiyi ərazilərdən o
necə deyirlər, sahələrdən topladıkları, öz əllərinin qabarından topladıkları məhsulları Bakıda, Azərbaycanın digər bölgələrində masalarımızda, evlərimizdə, süfrələrimizdə görəcəyik ki, buna inanırıq, ümid edirik. 30 illik həsrət bitdi, artıq Qarabağa və Şərqi Zəngəzura həyat qayıdıb, kənd təsərrüfatı qayıdıb və bu təsərrüfatın belə deyək də dirçəlməsi, inkişafı üçün də dövlətimiz tərəfindən, həmçinin Kənd Təsərrüfatı Nazirliyi tərəfindən çox ciddi işlər görülür. Bu qədər bugünlük və bu həftəlik sizlə sağollaşıram. Gələn həftə eyni vaxtda, eyni saatda Real TV-də Fermerin Real dostunda görüşəcəyik. Hələlik.